Butseka'dan daha bir neçə zərbə amma yenə yaxşı müdafiə olundu. Varaşılov. Çox az qalıb raundun sonuna. Və ilk raund yekunlaşır. Nə demək olar ilk raund haqqında? Çox az sayda zərbə cəhdi gördük. İdmançılar demək olar ki, İlk raundda elə də çox cəhd etmədilər zərbə edilmək üçün, amma müəyyən dərəcədə Mikola Butseka'nın bəzi zərbələri dəqiq alınırdı. Varaşılovun cəhdləri isə çox az idi, amma onun da təbii ki dəqiq zərbələri nəzərə çarpırdı zaman-zaman, amma üstünlük sanki Mikola Butseka'nın tərəfində idi ilk raunddan sonra. İkinci raunda start verildi. Ukrayna və İsrail boksçuları üzrə gəlirlər. Butseka hücuma keçirildi. Haydi zərbə edirsə də bəli, knockdown qeyd aldı hakim sayır. Vladislav Varaşılov indi özünə gəlməyə çalışır. Uppercut zərbəsi idi sanki. Mikola Butseka aşağıdan yuxarıya doğru zərbə edirdi. Və bu da haradasa effektli alındı. Vladislav Varaşılov knockdown vəziyyətə düşdü. Amma tez bir zamanda özünə gəldi və mübarizəni davam etdirir. Yenə də büdrəyir, ayaq üstə qalmaqda çətinlik çəkir. Vladislav Varaşılov təbii ki ikinci raundda bax bu cür vəziyyətin qeyd alınması Mikola Butseka'ya üstünlük gətirdi. Şübhəsiz hakimlər bunu nəzərə alacaqlar. Mikola Butseka daha yaxşı təsir bağışlayır. Ukraynalı idmançılar növbəti cəhdlər. Daha bir zərbə olduqca qüvvətli idi. Solaxa idmançını Mikola Butseka, onun zərbələri bəzən gözlənilməz olur Vladislav Varaşılov üçün. Xeyli üstünlüyə yələndi ikinci raundda. Mikola Butseka rəqibi ilə qarşılaşmada. Varaşılov da bir qədər fəallaşmağa çalışmalı və növbəti knockdown qeydə alınır. İkinci knockdown, ikinci raundda. Vladislav Varaşılov növbəti dəfə knockdown vəziyyətdədir və hər şey qaydasından da deyir hakimə. Mən artıq mübarizəni davam etdirə bilərəm. İşarəsini verdi və görüşdə davam edir. Mikola Butseka iki dəfə rəqibini knockdown vəziyyətdə saldı. İkinci raundda və çox böyük üstünlük əldə etdi, şübhəsiz. Qələbəyə doğru əmin addımlarla gedir Mikola Butseka. Varaşılov üzərində xeyli üstünlük əldə etdi ikinci raundda. İki dəfə rəqibini knockdown vəziyyətdə saldı. Ekranda görüyoruz idmançı Mikola Butseka.
İndi 3-cü raundda da təşəbbüsü əldən verməsə, növbəti mərhələyə məhz o yüksələcək. 56 kiloqram çəki dərəcəsində. Bax, burada dəqiq zərbə edirdi Butsenka rəqibinə. Həmçinin sol tərəfdən dəqiq zərbə Ukraynalı idmançıdan. Və 3-cü raund. Sonuncu raundda bu. Butsenka indi təşəbbüsü əldən verməməyə çalışacaq. Vladislav Voroshilov isə təbii ki, bu raund çox önəmlidir artıq o. Qarşılaşmalı öz xeyrinə dəyişməyə çalışmalıdır. Butsenka'nın arzulu zərbələr. Özü də zərbə buraxdı Ukraynalı idmançı Voroshilovdan. Çox qüvvətli zərbələri var Mikola Butsenka'nın. Ukraynada boks hansı səviyyəlidir hamımız bilirik. Yəni Ukraynadan da güclü bokslar çıxır. Elə Klitschko qardaşlarını nümunə kimi qeyd etsək, yəni ki artıq bu çox şeydən xəbər verəcək. Uzun müddət ərzində Klitschko qardaşları bütün kəmərlərə sahib olmuşdular. Ta ki Tyson Fury qələbə qazanına qədər. Yəni Tyson Fury bildiyiniz kimi hal-hazırda həmin o kəmərləri alıb Klitschko'dan, amma veteran boksçu Ukraynalı idmançı revanş görüşündən sonra həmin o kəmərləri yenidən özünə qaytara bilər. Revanş görüşü İngiltərədə olacaq. İyul ayında. Voroshilovun cəhdləri uğursaldır. Sanki o da artıq məğlubiyyətlə barışıb. 3-cü raunda aqressiv başlasa da eyni agresiya ilə üzləşdi. Mikola Butsenka da öz gücünü nümayiş etdirdi və bununla da demək olar ki Vladislav Voroshilovun qələbə qazanmaq ümidləri tükəndi. Heç kimin şübhəsi yoxdur ki artıq bu görüşdə Mikola Butsenka qələbə qazanacaq. Ukraynalı idmançı rəqibini 2 dəfə knockdown vəziyyətinə saldı 2-ci raundda və bu da elə bəhs edəcək ki o növbəti mərhələyə yüksəlsin. Görüş bitdi. Artıq indidən biz Ukraynalı idmançını təbrik edə bilərik. Mikola Butsenka əgər fantastik bir nəticə qeydə alınmasa Mikola Butsenka qalib gələn tərəf olacaq. Qərarı gözləyirik, amma artıq biz bilirik ki, Ukraynalı idmançı qələbə qazanacaq. Bəli, belə də olur. Mikola Butsenka növbəti mərhələyə yüksəlir. İsrail təmsilçisi Vladislav Voroshilov isə məğlub oldu bu qarşılaşmada.